Şişkinlik deyə belə bir sindromlar var. Məsələn, zülalın çox olması nədənindən əmələ gələn şişkinlik danışacağıq ki, bunu insanlar başa düşsün ki, hansı əlamətlər? İnsulin dirəncinə bağlı şişkinlik var. Tiroid, hipertiroidlər var ki, zob xəstəliyin bir növüdür. Yəni, onlarda da şişkinlik olur. Bu insanlar artıq gün ərzində şişkinliyi müşahidə edirlər və müalicə olanda həmin aradan qalxır. Yox, zülalın dozasının çox olmasına bağlı şişkinlik olarsa ki, bu arada dozanı da istəyirsiniz deyim. Baxın, zülal mahsum qida, yaxşı qidadır, amma o qədər də mahsum deyil, çünki onun da dozası var. Hər kiloqram üçün 1,5 qram hesablayırıq. Bu ən böyük dozamızdır. Məsələn, xanımlar üçün gəlib 1,2 qram. Bodybuilding, sport və s. məşğul olanlar üçün hətta 2 qrama qədər qaldıra bilərik. Bu hiperdozadır. İndi gəlin, bir insan orta həyat fəaliyyətindədir, heç bir idmanı falan da yoxdur, bu 2 qramı götürür. Bu zaman zülalın tam parçalanmaması baş verə bilər, düzgün orqanizmdən soğurulmaması baş verə bilər ki, bu zaman şişkinlik dediyimiz əlamət yaranır. Bitki mənşəli zülalları bizə verən fasulya, noxud, mərcimək, lobyalar qrupudur, paxlalar qrupudur ki, buradan ən yaxşı zülal dediyimiz bitki zülallarını alırıq. Amma elə orqanizmlər var ki, bizi izləyənlər özlərini tapacaqlar bu mövzuda. Onlar bu cür paxlalar məhsulunu yeyəndə köpürlər, şişkinlik, qaz əmələ gəlir. Sən demə, bunlar bu elə orada zülalı parçalanan ferment zefsiti var ki, o zülalları parçalaya bilmir. Və bu zaman nə edirik? Ona görə həmişə biz deyirik ki, noxud, mərcimək, bu tip qrupdan olan qidalar öncədən bir gün əvvəl suda islanmalıdır. Çünki orada antinutritlər var ki, o suda qalarkən öz toksik təsirini buraxır və tez bişir, yaxşı bişir və yaxşı bişdiyi üçün də onun biomənimsənilməsi çoxalır.